Allah Subhanahu ve Teala evlilik məsələsində xüsusi bir ruzi və bərəkət inayət etmişdir. Hədislərimizdə də, rəvayətlərimizdə də qeyd elədik ki, digər videomuz da var, bu barədə evlilik videomuz. Evliliyin mənfəətləri, orada çoxlu hədislər rivayət etdik, onlardan da biri nə idi? Əgər yadınızda qalmışdısa, orada qeyd eləyir ki, İmam Sadiqdən də səhif eləmirəmsə də hədis buyurur ki, İltəmisur rizqa bin nikah, özünüzə rizq, yəni ruzi libası geyindirin. Hansı libasdır o ruzi libası? Necə geyinək biz o ruzi libasını? İmam buyurur ki, evlənməklə, nikahla. Bir şəxs əgər nikah evlənsə, Allah onun ruzisini artırar. Bir şəxsin əgər övladı olsa, Allah onun ruzisini qat-qat artırar və bərəkətini də daim eləyər. Ona görə də o şəxslər ki, evlidirlər, onların duaları